Dördüncü dərsimizdir. 4 həftənin sonuna gəlib çatdıq. Ümidvaram ki, bu vaxtlar ərzində sizə təlimçiliklə bağlı əsas məlumatları ötürə bilmişəm. Bu gün də sonuncu ümumi təkrar günümüzdür, belə deyim. Çünki sonuncu dərsimizi əsas ümumi təkrara indiyə qədər keçirilən mövzuların qısaldılmış məzmununa həsr etmək istədik ki, bütün mövzuları yenidən xatırlayaq və tamamilə beynimizə həkk edək. Bunu da qeyd edeyim ki, keçən dərsində, bu dərsində slaydı qrupa atılacaq və dərsin video rekordu göndəriləcək. YouTube-da yerləşdiriləndən sonra qrupa göndəriləcək və siz dərsləri yenidən izləyə biləcəksiniz. Bu məncə əla bir şansdır hər kəs üçün. Hər kəs də yararlana bilər. Bugünkü dərsimiz bayaq dediyim kimi ümumi təkrardır. İndiyə qədər keçdiyimiz mövzuların təkrarlı. Üzərindən bir daha keçəcəyik hər mövzunu və niyə həmin mövzuları keçmişik, onun ətrafında biraz danışacağam. Sonra isə sual-cavab bölməsinə keçəcəyik və mən ikinci dərs daha doğrusu, bəzi aktiv iştirakçılarımız olmuşdu. Onlar mənə bildirmişlər ki, prezentasiyalar hazırlayıblar, təlimin açılış bağlanışı ilə bağlı bəzi tapşırıqlar vermişdim. Yəqin ki, o şəxslər indi buradadır. Deyillərsə də birazdan gələ bilərlər, bilmirəm indi. Amma ki, yəni bu cür tapşırıqlarda yer ayıra bilərik. Və öncədən deyim ki, bu çalışmanı indi hal-hazırda özünüz də beynimizdə qura bilərsiniz. Əgər də təlimimizə yeni qoşulanlar varsa, deyim ki, bu çalışma nə idi? Deməli, çalışma belə idi ki, təlim prosesini özünüz quracaqsınız. Müəyyən bir mövzu düşünürsünüz və bu mövzu əhatəsində bir təlim prosesi beyninizdə canlandırırsınız, qurursunuz. İstəyirsiniz bunu yazı olaraq göndərin, istəyirsiniz səsinizi açıb danışarsınız sual-cavab sessiyasında. Necə istəyirsiniz, sizə necə rahatdırsa o cür. Amma səsli açıb danışsanız, bu sizin üçün əlavə xeyirdir. Çünki auditoriya qarşısında çıxış eləmək, auditoriya qarşısında danışmaq və o həyəcanı öhdəsindən gəlmək üçün səsli açıb danışmağınız sizə daha xeyirdir. Çox uzatmadan, yəni ən azından bunu xəbər elədim ki, bəlkə də aralarınızda bu çalışmadan xəbəri olmayanlar varsa xəbəri olsun və sual-cavab sessiyasına qədər müəyyən bir mövzunu fikirləşə bilərsiniz və o mövzu əhatəsində bir təlim sessiyası hazırlayırsınız. İndi hal-hazırda biz o təlim sessiyalarını necə hazırlamaq lazımdır, nə etmək lazımdır, nələr görmək lazımdır ki, təlim sessiyası yaxşı alınsın, effektiv olsun, bu haqqda danışacağam. Deməli, təlimə hazırlıq və qrup çalışmaları. Təlimə başlamadan öncə öz əlinizdə mütləq bir planınız olsun. Ən yaxşı, ən asan üsullardan biridir. Bir təlimçinin planının olması. Bu çünki ardıcıllığı təmin edən ən önəmli maddələrdən biridir, planın olması. Mənim hər zaman arxa fonda kompüterim olur və o kompüterdə planım olur. Ora baxıram, kiçik başlıqlar olur ki, nələr haqqında danışacağam və o ardıcılığı təmin etmək məqsədi ilə mən hər an kompüterlə əlaqədə oluram, planımla yəni əlaqədə oluram. Baxıram orada nələr yazmışam, hansı punktdan danışmalıyım, sonra sizə baxıram, o cür danışıram. Bu həm təlimçi üçün rahat olacaq, həm də auditoriya üçün. Çünki ardıcıllıq təmin olunanda insanın qulağı da yorulmur və təlim prosesi, belə deyim, rahatsız şəkildə olmur, darıxdırıcı da olmur. Deməli, biz nələrdən danışacağıq? Təlimə hazırlıq, qrup çalışmalarının önəmi və indiyə qədər keçən mövzuların ümumi təkrarından çox qısa bir özət keçmək istəyirəm indiyə qədər keçdiyimiz mövzular haqqında və ondan sonra sual-cavab sessiyasına başlayacağıq. Çünki keçən səfərdə sual-cavab sessiyası olmamışdı. Təlimə hazırlıq, təlimin səmərəli məqsədinə uyğun keçirilməsi üçün vacibdir bu hazırlıq müddəti. Burada təşkilatçı və təlimçi təlimin müvəffəqiyyətlə başa çatması üçün bir neçə əsas mərhələyə diqqət eləməlidir. Burada təlimin məqsədinin müəyyənləşməsi də əsas punktlardan biridir. Belə ki, təlimin məqsədi qoyulur. Biz hansı məqsəd üzərində gedəcəyiksə, təlim o məqsəd üzərində, o hədəflər üzərində addım yürüdülür. Məqsəd bundan ibarətdir ki, təlim iştirakçıları hansı bilikləri, bacarıqları əldə etməyi hədəf qoyubsa, ona çatmaq üçün bu təlim prosesi aparılır.
Daha sonra təlim planının hazırlanması. Hər dərs deyirəm bunu, hər dərs. Təlim planı ən önəmli maddələrdən biridir. Hətta mən bunu birinci punktda yazmaq istirdim, sonra gördüm ki, ardıcıllıq belədir, planı ikinci punkta qoydum. Amma yenə də ilk punktlarımızdan biridir. Təlim planı mütləqdir, çünki biz yenə deyirəm, mən kompüterdə planımı qurmuş şəkildə oradan izləyirəm ki, hansı mövzular üzərində danışacağam. Bir təlimçi üçün bu ən önəmli punktlardan biridir, ən önəmli maddələrdən biridir. Plan əlində varsa, sən təlimi daha yaxşı və effektiv şəkildə idarə edəcəksən və təlimi təşkil edəcəksən. Burada sən təlimin mövzu başlıqlarını yaza bilərsən, hər mövzu başlığına nə qədər vaxt ayıracaqsan, bunun haqqında danışa biləcəksən. Daha sonra üçüncü punktumuz resursların təqdim edilməsi, yerləşdirilməsi. Keçən dərsimizdə biz təlim avadanlıqlarından, təlim resurslarından danışmışdıq. Belə elektron resurslar, kağızlar, anketlər, sorğular və s. Bunlar haqqında danışmışdıq. Resursların təqdim edilməsi və yerləşdirilməsi də elə keçən dərsimizin qısa bir formasıdır. Çünki burada keçən dərs ətraflı şəkildə danışmışdım. YouTube-dan izləyə bilərsiniz. Linki qrupumuzda var. Burada əyani vəsaitlər, avadanlıqlardan danışılır. Bizə lazım olan təlim prosesində avadanlıqlardan danışılır. Proyektorlar, internet, kompüter və yaxud da humanitar fənlərdə əsasən testlər, kağızlar və s. Bunlar resurslarımızdır bizim. Daha sonra iştirakçıların hazırlığı digər bir punktumuzdur. İştirakçılara təlimin məqsədini, mövzusunu, gözlənilən nəticələri, bizim onlardan gözlədiyimiz nəticələri öncədən xəbərdar etməliyik ki, biz bu mövzular üzərində təlim keçəcəyik, sizdən də bu nəticələri gözləyirik. Təlimin effektiv keçdiyini bilmək üçün isə təlimin sonunda iştirakçılara müəyyən testlər və yaxud da feedbacklər almaq olar. Feedback haqqında da birazdan daha ətraflı danışacağam. Amma ki, testlərdən indi hal-hazırda danışım. Bu testlər iştirakçıların biliyinin qiymətləndirilməsi üçün təşkil olunan testlərdir ki, burada biz təlimin nə qədər effektiv keçdiyini bilə bilərik. Daha sonra qrup çalışmaları. Qrup çalışmaları çox önəmlidir. Çünki qrup çalışmaları təlimdə iştirakçıların aktivliyini təmin edən ən önəmli çalışmalardan biridir. Burada iştirakçılar bir-birləri ilə əməkdaşlıq etməyi, məlumat paylaşmağı, bir-birinə dəstək olmağı, kollektiv şəkildə problem həll etməyi öyrədilən bir çalışmadır. Burada həm iştirakçılar bir-birləri ilə bilik mübadiləsi edir, bir-birləri ilə debatlar da apara bilər. Hətta qrup çalışmaları təlimdə interaktivliyi və canlılığı daha çox artırır. Qrup çalışmalarının bir çox üstünlüyü var, hədsiz dərəcədə. Çünki mənə görə ən yaxşı təlim üsullarından biri qrup çalışmalarıdır. Çünki burada çalışdığımız qədər pasiv iştirakçı saxlamırıq. Hər iştirakını təmin etməyə çalışırıq. Bir-birləri ilə məlumat paylaşmasını, bir-birlərinin təcrübələrindən faydalanmasını sağlamalıyıq. Əsas önəmli maddələrdən biridir. Daha sonra qrup çalışmaları iştirakçılara çətin vəziyyətləri və problemləri kollektiv şəkildə həll etməyə imkan verir. Bu da qrup çalışmalarının əsas üstünlüklərindən biridir. Çünki burada əməkdaşlıq çox önəmli bir rol oynayır. Daha sonra iştirakçılar bir-birləri ilə işlədikdə onların motivasiyaları daha çox artır və motivasiya artdıqca iştirakçıların aktivliyi də artır. Biz hal-hazırda qrup çalışmaları edə bilmirik düzdür Zoom üzərindən, lakin gələcəkdə təlim təşkil etdiyinizdə qrup çalışmaları sizin ən çox yardımınıza çata biləcək çalışmalardan biridir. Daha sonra qrup çalışmalarının planlanması. Biz qrup çalışmalarını necə planlaya bilərik? Belə ki, qrup çalışmalarında ideal olaraq bir qrupda 4-6 arası şəxs olsa çox əla olar. Çünki çox olsa hər iştirakçıya istədiyimiz qədər vaxt ayıra bilməyəcəyik. Az olsa da qrup çalışması olmuş olmur. Ona görə də 4-6 iştirakçı ən ideal saydır. Və burada həm də hər bir iştirakçı aktiv şəkildə iştirak edə bilər. Qrup iştirakçılarının seçimi ilə bağlı danışmaq istəyirəm. İştirakçıların seçimi onların bacarıqlarına görə müxtəlif sahələrdən
iştirakçılar seçilə bilər, müxtəlif bacarıqlara sahib olan iştirakçılar seçilə bilər və qrup çalışmalarında bu iştirakçıların potensialı ortaya çıxır hətta. Daha sonra tapşırıqların aydın izahı ilə bağlı biz bir təlimçi olaraq iştirakçılara qrup işinin nə olduğunu, onun məqsədini, nə etməli olduqlarını iştirakçılara izah eləməliyik aydın şəkildə. Bunun haqqında məlumat verməliyik və təlimçi olaraq bizlər tapşırığın nəticəsi və qrup işinin qiymətləndirilməsi barəsində də iştirakçılara məlumat verməliyik və qiymətləndirmə hər kəsin özünə uyğun şəkildə olur. Daha sonra vaxtın idarə edilməsi ən önəmli maddələrdən biridir. Vaxtın idarə edilməsi qrup işinin nə qədər davam edəcəyini və yaxud da nə vaxt yekunlaşacağını bildirmək üçündür və biz bu vaxtı idarə eləməliyik. Çünki belə deyim, qrup işlərində ola bilər ki, bəzi komandalar, bəzi qruplar vaxtından tez qutarsın və yaxud da vaxtından gec qutarmağa meyl eləsin. Lakin biz artıq vaxtı qoysaq və desək ki, tutaq ki, 15 dəqiqə vaxtınız var və bu dəqiqə ərzində siz bu çalışmanı eləməlisiniz. Hər qrupa müəyyən çalışmalar verilir, müəyyən tapşırıqlar və o çalışmaları 4-6 ideal sayı, yəni 4-6 iştirakçı bu çalışmaları 15 dəqiqə ərzində etməlidir və 15 dəqiqənin tamamında siz artıq vaxtı dayandırırsınız və qrup işi zamanı bitmiş olur və çalışın ki, bu zaman ərzində hər bir qrupa nəzarət eləyəsiniz və hər bir qrupla yaxından iştirak eləyəsiniz ki, onlara nələr lazımdır, nə kömək lazımdır, nə kimi kömək etmək lazımdırsa, onları da edin. Qrup işlərinin aparılması zamanında müvafiq vəsaitlərdən, resurslardan istifadə edə bilərsiniz. Qrup işlərində belə deyim, prezentasiya formasında ola bilər, yazı işi formasında ola bilər, flash kartlar formasında ola bilər, plakat formasında ola bilər və s. Yəni bir çox növləri var. Bu təlimçinin və mövzunun formasına baxır ki, biz necə qrup işləri təqdim edə bilərik. Qrupun dinamikasından danışaq. Bu ən önəmli maddələrdən biridir. Belə ki, qrupda aktiv və passiv iştirakçılar ola bilər və biz çalışmalıyıq ki, hər kəsin aktivliyini təmin edək. Təlimçi hər bir iştirakçının öz fikrini söyləməsi üçün təşviq eləməlidir. Məsələn, görürük ki, bir iştirakçı passivdir, onu dindirməliyik ki, sən də öz fikrini bildir, sənin fikrin nədir və onun özünə əhəmiyyətli hiss eləməsini təmin etməliyik. Bu önəmli maddələrdən biridir. Çünki hər bir insan sanqvinik tipinə aid insanlar olmur. Bəziləri xolerik olur. Belə deyim ki, bunlar psixoloji insan tipləridir ki, bəzi insanlar içinə qapanıq olur. Ətraf əlaqəsi çox olmur, introvert insanlar olur və onların da aktivliyini biz təmin eləməliyik təlimçi olaraq. Daha sonra çıxış və müzakirə. Çıxış və müzakirə artıq qrup işi bitir və bundan sonra hər bir qrup öz tapşırıqlarının nəticəsini təqdim edir və bu nəticələr qruplarla müzakirə edilir. Müzakirə önəmli punktdur, çünki qarşıdakını həm dinləməyə şərait yaradır, çünki müzakirə olunacaq axı. Qarşıdakı da, yəni dinləyici iştirakçılar da qrup işini danışan iştirakçıları dinləməlidir ki, bu nəticələr müzakirə olunsun. Və bu da həm də iştirakçıların aktivliyini əsas təmin edir. Daha sonra əks əlaqə, feedbacklər. Əks əlaqə dediyim kimi çox önəmlidir. Belə ki, qrup işlərinin sonunda təlimçi hər bir qrupdan geri bildirim almalıdır. Nəyi yaxşı elədiklərini, nələri təkmilləşdirməli olduqlarını izah eləməlidir. Daha sonra qrup işinin qiymətləndirilməsi. Qrup işinin qiymətləndirilməsi zamanı qrup işinin keyfiyyətinə, kollektiv əməkdaşlıq bacarıqlarına əsaslanmaq lazımdır. Baxırıq ki, necə hazırlanıb bu iş. Hazırladıkları prezentasiya olsun, plakatlar, flash kartlar fərq eləməz. Baxırıq bunun keyfiyyətinə ki, 15 dəqiqə ərzində 6 nəfərin hazırladığı qrup işi keyfiyyətlidirmi? Və biz qrup işi zamanı iştirakçıları izləməliydik və bu zamanda onların kollektiv əməkdaşlıq bacarıqlarını gözləməliyik. Buna əsasən də onların əməkdaşlıq bacarıqlarına əsasən və hazırladıkları işlərin keyfiyyətinə əsasən onları qiymətləndiririk.
Və təlimçi iştirakçıları həm fərdi, həm də kollektiv şəkildə qiymətləndirilir. Belə ki, eee, məsələn, 4 iştirakçı və yaxud da 6 iştirakçı arası bir qrupda iştirakçı var. 4 iştirakçının hərəsinə aid öz fikrini bildirir. Məsələn, sən çox yaxşı idin, sən kollektiv əməkdaşlıqda çox yaxşı idarəçilik eləyə bilmə qabiliyyətin var, sənin çox yaxşı ideyaların var və yaxud da digərinə də deyir ki, sən biraz passiv idin. Çalış daha da aktiv olasan. Hər bir iştirakçı haqqında fərdi mülahizə eləyir, daha sonra kollektiv şəkildə ümumi qrupdan razılığını və yaxud da narazılığını bildirir ki, mən sizin gördüyünüz işi bəyəndim və yaxud da bəyənmədim. Qiymətləndirmə prosesi də belədir. İştirakçıların aktivliyi hər bir qrup üzvünün fəallığı qiymətləndirilməlidir. Tapşırığın keyfiyyəti qrupun təqdim etdiyi nəticələrin düzgünlüyü və əsas məsələləri əhatə edib etmədiyini yoxlanmalıdır ki, baxırıq ki, biz verdiyimiz çalışmanın əsas mövzunu əhatə eləyibmi, yoxsa verilən mövzudan kənara mı çıxılıb, əsas kənar mövzular mı əhatə olunub və bizə əsas verdiyimiz sual, verdiyimiz mövzu əhatə olunmayıb. Buna da baxmaq lazımdır, çünki bu tapşırığın keyfiyyətini müəyyən edən faktorlardan biridir. Qrup dinamikası və əməkdaşlıq barəsində məncə çox danışdım. Aktivliyi, hər bir uşağın aktivliyini, onlar arasındakı fikir mübadiləsini, əməkdaşlığının nə qədər effektiv olduğu qiymətləndirilir. Və son olaraq ümumi bir özət keçim. İndiyə qədər keçdiyimiz dərslərdən, indiyə qədər keçdiyim təlim dərslərinin qısa bir özəti, təlimlərin keçirilməsi və bir təlimçidə olmalı olan xüsusiyyətlərdən. Təlimin əsas başlanğıcı, təlimçi ilə əlaqə, təlimin sessiyalarının sonlandırılması. Təlim başlayarkən biz öz istəklərimizi, iştirakçılardan nələr gözlədiyimizi, təlimin məzmununu iştirakçılara bildiririk və onlardan nə gözlədiyimizi, iştirakçılardan gözləntilərimizin nələr olduğunu da bildiririk. Təlim prosesi zamanında bir təlimçi hər bir iştirakçı ilə yaxından maraqlanmalıdır, hər bir iştirakçının fərdi qiymətləndirməlidir, iştirakçı ilə əlaqədə olmalıdır hər zaman və təlimi keçdiyimiz zaman təlimi keçirik, planlaşdırırıq, vaxt idarə eləyirik. Bunlardan sonra təlim sessiyasını bağlayırıq və təlim sessiyasını bağladıqda artıq bizim indiyə qədər əldə etdiyimiz məlumatlardan, təlimdə nələr keçmişik, onlardan danışırıq. Hal-hazırda mənim danışdığım kimi ki, indiyə qədər keçdiyimiz bütün mövzuları ümumiləşdirirəm və sizə qısa bir özət keçirəm ki, bu 4 həftə ərzində biz nələr keçdik, nələr öyrəndik. Və beləliklə də təlim prosesi sonlandırılır və sonda feedbacklər alınır. Feedbacklər mənə görə ən önəmli punktlardan biridir. Niyə? Çünki bir təlimçi feedback sayəsində özündə olan mənfi nöqsanları görə bilər və o nöqsanları düzəldə bilər feedbacklər sayəsində. Qarşımızdakı iştirakçılardan soruşuruq ki, sənin məndə bəyəndiyin, təlim prosesində bəyəndiyin və yaxud da bəyənmədiyin nə xüsusiyyətlər varsa, bunu mənə bildir. Və bu bildirildikdən sonra artıq təlimçi özündə olan o nöqsanları düzəltməyə çalışır və daha yaxşı təlim keçməyə zəmin yaradır bu. Və beləliklə də bizim 4 həftəlik mühazirəmiz sona çatdı. Təlim haqqında, təlimçilik haqqında təlimimiz bitdi. Artıq sual-cavab sessiyasına keçmək istəyirəm. İstəyirəm ki, hər kəs öz sualını yazsın indiyə qədər yığdığınız və yaxud da özünüzdə saxladığınız, demək istədiyiniz nə suallarınız varsa, hər birini deyə bilərsiniz. Chatda bir nəfər salam, mən yazılı şəkildə sizə atmışdım. Burada yazın. Bəli, yazın, çünki mən WhatsApp-a girə bilmirəm indi hal-hazırda. Mən bu haqda PDF hazırlamışam, Fatimə xanım, şəxsinizdə ataram, atın. Əla. Göndərin. Hətta Aydan xanım da atıb. Mən bu PDF-ləri necə aça bilərəm, bilmirəm. Elcan bəy, buradasınız? Post deyəsən
Can bəydir. Mən istəyərdim ki, hazırladığınız PDF-ləri Can bəydir, bəli, hazırladığınız PDF-ləri təkcə mən yox, hər kəs görsün. Can bəy, mən indi mənə göndərilən PDF-ləri sizə göndərsəm, siz ekran kaydı ilə göstərə bilərsinizmi o PDF-ləri? Dəqiqə. 2 dəqiqə mənə vaxt verin. Xədicə xanım, sizin nə PDF-iniz var idisə, onu da göndərə bilərsiniz. Bəli, Şəfaqət xanım, təqdim edə bilərsiniz. Səsli format təqdim etmək istəyirsiniz, yoxsa necə? PDF formasında mı, yoxsa səsli formada mı? Səsli formada eləmək istəyirsinizsə, buyurun, səsinizi açıb danışa bilərsiniz. Elcan bəy, mən sizə Aydan xanımın PDF-ini göndərdim. Onu da birazdan Şəfaqət xanım əgər danışacaqsa, Şəfaqət xanım səsli formada danışacaq. O danışdıqdan sonra o PDF-i ekran kaydı açarsınız, PDF-i birlikdə izləyərək. Nihat bəy, siz istəyirsiniz təlimin necə təşkil edəcəyiniz barədə ümumi bir mətn hazırlamışdınız. Onu elə çata göndərin və yaxud da istəsəz PDF varsa PDF-i göndərin. Fərqi yoxdur. Buyurun Şəfaqət xanım, sizi dinləyirik. Salam, hər vaxtınız xeyir olsun. Hər kəsi salamlayıram. Mən vaxtın idarə edilməsi ilə bağlı hazırlamışdım. Əslində bir neçə mövzu arasında qalmışdım, amma düşünürəm ki, vaxtın idarə edilməsi bütün sahələr üçün keçərlidir. Çünki vaxtı idarə etdiyimiz zaman artıq bizim həm işimizin effektivliyi artacaq, həm də özümüzə əlavə vaxt qalmış olacaq. Özümü təqdim eləyim təqdimatçı olaraq, çünki özüm də arada təlimçilik işi ilə məşğul olmuşam. Şəfaqət İbadova, hal-hazırda mühasib olaraq çalışıram, fəaliyyət göstərirəm. Vaxtın idarə edilməsi ilə bağlı həm giriş hissəni, həm motivasiya, həm də bağlanış formasında hazırlamışam əslində. Vaxtın idarə edilməsi dedikdə bu, hər bir sahə, hər bir şəxs üçün vaxtın səmərəli və məqsədyönlü şəkildə məhsuldar olaraq aparılması deməkdir. Vaxtı da biz məqsədyönlü dedikdə gündəlik olaraq gördüyümüz işləri planlı şəkildə özümüzdə qeyd eləsək, bu zaman vaxtımızı daha səmərəli aparmış olaraq. Hər gördüyümüz işlə bağlı müəyyən vaxt ayırmış olsaq, bir işin görməsinə 3 dəqiqə, 5 dəqiqə artıq yekunda gündə biz hal-hazırda mühasib olaraq çalışıram. Gördüyüm işlərimi mən planlı şəkildə apardıqda 3 saat ərzində artıq 8 saatlıq iş rejimində görməli olduğum işlərimi yekunlaşdırmış oluram. Vaxtın idarə edilməsinə bizə əsas kömək eləyəcək punktlarımız vaxta nəzarət etməyimiz, planlaşdırma aparmağımız, düzgün məqsədləri qurmağımız, həmin məqsədlər arasında bizə prioritet olacaq, yəni öndə duracaq işlərimizin qruplaşdırılması, özümüzə fasilə verməyimiz, tapşırıqları hər hansı bir şəxsə həvalə edə bilmə bacarığımızın olması, əsas hissələri özümüzün görə biləcəyimiz halda digər şəxsləri də ötürdüyümüz zaman artıq vaxtımızı düzgün şəkildə idarə etmiş olacağıq. Planlaşdırdığımız zaman tapşırığa necə vaxt sərf edəcəyimizi artıq gündəlik olaraq bilmiş olacağıq. Düzgün məqsədlər dedikdə nə nəzərdə tuturam? Ağıllı şəkildə, yəni boş bir məqsədlər üçün deyil də, gələcəyimizi harda görürüksə, və yaxud da işimizi hansı dərəcəyə çatdırmaq istəyiriksə, o yöndə məqsədlər qoysaq və bununla bağlı vaxtımızı müəyyənləşdirsək daha uyğun olar deyə düşünürəm. Tapşırıqlarımızın prioritetləşdirilməsi dedikdə isə planını tutduğumuz işlər arasında öncəlik verdiyimiz işləri nəzərdə tuturam. Bunu əsasən mən özümdə də tətbiq edirəm, işimdə də Eisenhower metodundan aparıram. Yəni vacib və təcili olan işlərə bölürəm və yaxud da vacibdir, amma hal-hazır üçün təcili deyilsə bunu daha sonraya tapşırıram. Təcilidir, amma vacib deyilsə bunu kiməsə həvalə edirəm. Yəni bu gün üçün edilə bilər, amma çox da vacib deyilsə. Təcili və yaxud da vacib deyilsə bunu artıq növbəti günlərə saxlaya bilirəm. Tutaq ki, mən günlük işlərimi əslində bir həftə olaraq planlaşdırıram 5 günlük iş rejiminə görə. Yəni həftə içərisində hansı işləri hansı vaxtda görsəm daha uyğun olar. Bu formada aparıram. Fasiləmi də çox vaxt
necə qiymətləndirirəm? İxtisasımla və yaxud da işimlə bağlı şəkildə əlavə bir kitablar oxumaqla, videolara baxmaqla, təlimçiliklə bağlı və yaxud da nitqimi daha səmərəli və səlis şəkildə necə inkişaf etdirə bilərəm, bu yöndə videolara baxmaqla, kitablar oxumaqla səmərəli şəkildə qiymətləndirməyə çalışıram. Çünki mən özüm çox sürətli danışan birisiyəm və çox da istəyirəm ki, qarşımdakı da sürətli danışsın. Bu əslində mənim özümdə gördüyüm ən minus cəhətlərdən biridir. Çünki bakalavr və magistrda da bunun problemlərini çox yaşayırdım. Hətta mən belə bir şey danışım, əgər heç kimin vaxtını almayacaqsa, dərsi danışırdım, müəllim kəsmirdi, yarıda saxlamırdı. Yekunda deyirdi ki, indi yavaş-yavaş danış, həm biz başa düşək, həm də tələbə yoldaşlarım başa düşsün. Artıq təlimçilikdə bunu anladım ki, nitqimizi o qədər səmərəli, düzgün şəkildə idarə etməliyik ki, qarşımızdakı da bunu daha səlis şəkildə anlaya bilsin. Bu formada Aha. motivasiya hissəsinə gəldikdə əslində bildirmək istədiyim elə həmin kitablardan, videolardan və yaxud da nitqində problem yaşayıb, daha sonra onu təkmilləşdirərək düzgün şəkildə idarə etməyi bacaran bizim məşhurlarımız da var idi. Hal-hazırda adını unutdum. Onların videolarına baxaraq da artıq biz özümüzü inkişaf etdirmiş ola bilərik. Belə Əla. Gedirsiz. bağlanış mərasimində bildirmək istədiyim hansı məqamlara diqqət etməliyik, vaxtın idarə edilməsi ilə bağlı az öncə yuxarıda bildirdiklərimin hər birinə diqqət etsək əslində vaxtımızı daha düzgün şəkildə idarə edə bilərik. Əslində bunun üçün metodlar çoxdur, amma ən rahatı hal-hazırda bildirdiyim metoddur. İnşallah ki, bildirdiklərim də kiminsə köməyinə gəlmiş olar. Çox sağ olun, təşəkkür edirəm diqqətiniz üçün. Buyurun Şəfaqət xanım, çox əla, çox xoşuma gəldi. Motivasiya hissəsi daha çox xoşuma gəldi. Bağlanış hissəsi də yaxşı idi. Yəni əla, supersiz. Təşəkkür edirəm, çox sağ olun. Təbrik edirəm. Sağ olun, təşəkkür edirəm. Buyurun, buyurun. İndi Aydan xanımın deməli bizə hazırladığı prezentasiyaya baxaq. Ecem bəy zəhmət olmasa prezentasiyaların səhifələrini çevirərsiniz. Əla. Niyə məhz bu mövzu? Aha, məhsuldar deyilsən, toponim asılılığı səni zəiflədir, həyatla beynini hələ də uyğunlaşdırmamısan, səncə digər səbəblər nədir? Əla. Maraq oyandırıcı başlıqlar. Əleyküm salam. Kim idi? Axşamınız xeyir. Mən Aydan Quliyeva. Üzrlüysən, biraz gec baxdım. İnternetlə bağlı problem vardı. Səsiniz qırıq-qırıq gəlirdi. Aha, Aydan Ona xanım, görə. özünüz təqdim eləmək istəyirsiniz prezentasiyamızı? Aha, bəli. Elə ekranda da var. Çox sağ olun. Təşəkkürlər. Mən Aydan Quliyeva, hal-hazırda tələbəyəm. 3-cü kurs tələbəsiyəm. Tarix və coğrafiya ilə bağlı. Deməli, bu mövzu əslində belə deyim, mənim araşdırma yönümlü bir mövzum deyil. Sadəcə mən həm təlimçiliyə, həm şəxsi inkişafa yönümlü biriyəm, yəni həvəskarıyam. Və motivasiya, şəxsi inkişaf, insanın özündə disiplinli olması, tənbəlliyin aradan qaldırılması və s. Yəni insanın özündə olan bütün belə deyim, qavradığı bütün xüsusiyyətlərlə bağlı bəzi zamanlarda, yəni müsait bir vaxtımda araşdırmalar edirəm və düşündüm ki, belə deyim, hal-hazırki dövrdə ancaq motivasiya, nə bilim, hədəf qoyun, buna çatacaqsınız, məqsədləriniz olsun, amma heç kim izah eləmir, bəs o motivasiya qoyanda o yola necə gedib çıxaq və yaxud hədəf qoyanda o yolu necə addımlayaq, disiplinli necə olaq, mənfi xüsusiyyətləri aradan qaldırın deyirlər, necə qaldıraq və s. Ona görə elə bu mövzunu seçdim, beynimizi necə hatk etmək və bu mövzuda da əsas belə kökləndiyimiz bir məğz, bir mövzu dopamin asılılığıdır ki, onu aradan qaldırmaqdır. Bu da gün ərzində vaxtımızı sərfəsiz bir şeylərə sərf eləməkdir. Sosial media olsun və yaxud da disiplinli olmaq üçün çıxdığımız yolda bizi yayındıran mənfi xüsusiyyətlərdir ki, bu da
bizi gətirib dopamin asıllığına çıxarır. Üzr sayın, biraz belə həyəcanlıyam. Düz auditoriya qarşısında çıxış eləmişəm, amma burada məndən böyüklər də var. İşində mütəxəssis olanlar da var ona görə. Burada Ə, mənim də böyüklər var, Aydan xanım, narahat olmayın. Auditoriya qarşısında çıxış eləyərkən dərin bir nəfəs alın, sonra başlayın. Hər şey olacaq, narahat olmayın. Özünüzə güvənli olun. Özünüzə güvənli olaraq danışın. Zaten o danışmanın ardı özü gələcək. Çox da danışmaq belə mövzunu çox da açmaq istəmirəm. Sadəcə əsas yerlərinə toxunasıyam və Aha. beynimizi belə deyim, sıfırdan başlatmaq deyəndə bunun qarşısında bəzi prinsiplər durur. Yəni bu aynı anda olmur. Bunlardan biri də elə dopamin sisteminə nəzarətdir ki, biz özümüz öz dopamin sistemimizə nəzarət etməliyik. Belə deyim, qısa məişət mənasında iradəmiz olmalıdır. Yəni telefondan, mənfi sosial mediadan, yəni mənfi sosial media videolarından və s. Mənfi oyunlardan. Yəni biz belə olduqca beynimiz daha da elektronlaşır və İstər-istəməz nəticədə də gəlir tənbəlliyə çıxır ki, onu da vurğulamışam sonlara yaxın. Və digəri isə fokuslaşmadır. Yəni bizim beynimizin fokuslaşması daha güclü olmalıdır ki, biz bu getdiyimiz yolda daha məqsədə uyğun olaq və fokuslaşmadan əlavə də fokuslaşdığımız bir mövzuda yaddaşımızın necə olmasıdır ki, bu da bəzi yaddaş gücləndirici metodlar var. Məsəl üçün mövzunu elələri var ki, mövzunu sadəcə dinləməklə anlayır. Bəziləri mövzunu sıx-sıx təkrarlamaqla, bəziləri yazmaqla və s. Və yaddaşı gücləndirməkdən əlavə bizim enerjimiz var ki, təbii ki, bu yolda enerji full olmur. Yolu yavaş-yavaş getdikcə, belə deyim, məqsədə yaxın, yəni məqsədə az çatmışkən insanın enerjisi tükənir artıq. Və biz bu enerjimizi maksimum etmək üçün təbii ki, hər şey, belə deyim, öz sağlamlığımızla bağlı və s. Digər rejimlərlə bağlı hər şey normal olmalıdır və biz qarşımıza qoyduğumuz məqsəd vardı ya, sırf o məqsədə köklənmək də olmur. Elə insanlar var ki, ancaq səhərdən axşama qədər eyni mövzu daxilində, məsəl üçün, mən elə insanlarla qarşılaşmışam ki, bir mövzunu həll eləməmiş, digərinə keçmir. Amma mən düşünürəm ki, yəni mən özümdə belədir. 2-3 hədəf qoyuram və o hədəflərə addım-addım gedirəm. Hamısını birlikdə aparıram. Yəni təkcə bunu aparım, sonra digərini elə eləmirəm. Hamısını birlikdə irəlilədirəm. Bu yolda da təbii ki, öz sağlamlığımıza da, qida resursumuza da, yuxu rejimimizə də fikir verməliyik ki, burada yetərli yuxu yazmışam. Yetərli yuxu nədir? Məsələn, bəziləri düşünür ki, elə biz gec yatsaq, çox çalışsaq, hər şey normal olmalıdır. Xeyr, sadəcə yuxu aralıqları var. Məsələn, yetərli yuxu aralığı axşamüstü saat 8-10 arasında yatılanda olur. Baxmayaraq ki, bu 2-3 saat olsa da, beyin bunu 5-6 saat olmuş kimi qəbul eləyir. Məsəl üçün, indi o aralıqda yatan insanlar da görər ki, 10 dəqiqə yatırlar, sanki elə bil ki, 1 saatdan çoxdur, 2 saatdan çoxdur ki, yatmış kimi hiss edirlər. Və bir də axşam saat 2 və 5 arası, gecə yarısı 2 və 5 arası olanda o yuxu yetərli yuxudur. Yəni, yuxumuzu tamamladıqdan sonra da digərlərinə keçməliyik və daha sonrası isə biz beynimizi proqramlaşdırmalıyıq. Yəni, tək bu mövzu ilə bağlı deyil, ümumi həyatımızla bağlı öz beynimizi proqramlaşdırmalıyıq və bu yolda təbii ki, bayaq da qeyd elədim, məqsədimizə çatanda tənbəl oluruq. Məqsədimizə daha yaxın olanda daha çox tənbəl oluruq hətta. Və bu o deməkdir ki, bayaq elə xanımla motivasiya ilə bağlı danışdı. Motivasiya çatışmamazlığımız var və bəziləri də qeyd edir ki, axı mən motivasiya qoyuram, yəni olmur. Bu axıra qədər getmir. Təbii ki,
motivasiya qısa müddətlilikdir və motivasiya əgər motivasiya ilə irəliləyirsinizsə, motivasiyanın tez-tez dəyişin. Məsələn, sizdə bir həftəlik ya bir aylıq bu motivasiya olursa, bu motivasiyadasınızsa, bir aydan sonra özünüzə başqa bir motivasiya ilə o hədəflərinizə irəliləməyi tövsiyə edirəm və təbii ki də bu hədəfə gedən yolda qorxu və narahatlıqlar da var ki, onları da aradan qaldırmalıyıq və özümüzün belə deyim, çiyinlərinə həddindən artıq böyük işlər yükləməliyik. Məsələn, digər insanları deyə bilmərəm. Mən yəni elə bir tip xasiyyətli insanam. Necə? Yəni çıxdığım bir yolda belə deyim, insanları məmnun etmə. Birdən onu məmnun edə bilmərəm, birdən belə olar. Burada səhv eləsəm birdən kiməsə nəsə təsir göstərər. Yəni özümü mövzu ilə özümdən çox ətrafı düşünürəm, belə deyim. Yəni elə olur və bu da artıq çiyinlərə böyük bir yük verir, narahatlıq verir. Daha sonra isə elə bayaq qeyd etdiyim kimi dopamin balanslaşmasıdır və biz bu getdiyimiz yolda özümüzə bir qaydalar tətbiq etməliyik. Bunlardan biri də bir neçəsi də məsələn oxumaqla bağlı qeyd edə bilərəm. Pomodoro sistemi və yaxud da özümüzə 2 dəqiqəlik bir sistem qoymaq, 2 dəqiqə qaydası qoymaq ki, bu da məsələn əgər bir işi görmək istəyiriksə, bunu 2 dəqiqə edə bilərik. Yəni bu metodu dərhal beynimizdə ötürməliyik və beynimiz onu elə o işin modulunu tamamilə təsvir edib bizə yönəldir və daha sonra isə bəzilərində olur mühitə görə elədir, mühiti dəyişməklə insan öz normal qaydalarına, normal hədəflərinə gedə bilir. Bir də özümüzə ən vacibi kiçik mükafatlar etməkdir ki, bu da məsələn dərs oxuyanda və yaxud da hər hansı bir işlə məşğul olanda mən bu işi bitirsəm, məsələn özümə bir şokolad alasıyam və s. özümə ən sevdiyim məsələn qələm budur, bunu alasıyam, ən sevdiyim dəftər budur, bunu alasıyam. Yəni özümüzə kiçik mükafatlar etməklə öz məqsədlərimizə də çata bilərik və təbii ki də öz ruhumuzu gücləndirməliyik bu yolda ki, bunu biz bəzi motivasiya xarakterli kitablarla, ən əsası da idmanla, sağlamlığımızı qorumaqla edə bilərik və bəziləri qeyd eləyir motivasiya kitabları. Düzdür, mən davamlı olaraq motivasiya haqqında kitablar oxumağa da mənfi baxıram. Çünki belə deyim, bir quru yerə balaca ot tullayır və o başlayır yanmağa, amma hərəkət yoxdur, gedir. Bəzi hallarda ki, tamamilə özümüzü yorğun hiss edirik. Onda motivasiya kitablarının oxunmasını tövsiyə edirəm. Bəli, çox qəşəng düşünürsünüz Aydan xanım. Bir də bir şey deyirsə, sizdə vaxtın idarə edilməsi problemi var. Niyə? Çünki hər iştirakçı üçün sadəcə 10 dəqiqə verməyə çalışmışıq və vaxtın tam idarə etməyə çalışın. Əsas sizdə yəni ümumi belə deyim ki, təlimçilikdə hal-hazırda nitqinizdə çox problem yoxdur. Sadəcə biraz cırçı problem var. Onu da düzəltmək sadədir. Keçən birinci dərsimizdə bunun haqqında, bunu necə düzəltmək olar, onun haqqında danışmışdım. İstəsəz izləyərsiniz, YouTube-da var. Və belə bir şey deyim, vaxtı düzgün idarə etməyə çalışın, motivasiya hissəsi və bağlanış hissəsinə keçin, çalışın. Çünki artıq 1 dəqiqə vaxtımız var, sonra xərcəxanama keçəcəyik və başqa bir iştirakçımız da var və bizim 10 dəqiqə vaxtımız qalıbdır təlimi bitirməyə. Onların vaxtına girmiş sayılırıq ona görə. Zəhmət olmazsa təlimin ümumi bağlanışını da verin, bitirək biz 1 dəqiqə ərzində. Olarmı? Bəli, elə sizin də qeyd etdiyiniz kimi mən bu problemləri görürəm özümdə. Ümumiyyətlə də vaxtın idarə edilməsi problemini. Bu təlimi yəni hazırlamaqda, bu mövzuda təlimi hazırlamaqda əsas məqsədim, yəni insan öz beyni ilə həyat, yəni öz başına nə gəlirsə, həyatının çox hissəsində öz beyninə görə gəlir. Siz əgər öz beyninizi düzgün idarə etsəz, təbii ki də öz həyatınızı müsbət yolda davam etdirərsiniz və mən elə bu gündən, yəni əgər buradakı iştirakçılarda o yoxdursa, öz beyinlərini idarə etməyi tövsiyə edirəm.
2-3 il əvvəl məndə də elə olmuşdu. Həyatım tamam bərbad idi, amma öz beynimi idarə etməkdən, beynimi sistemləşdirməkdən bunu bacara bildim təbii ki də. Düzdür, bəzi axsamalarım var, amma olur həqiqətən və bunun da dəyişmək üçün ilk addımlarınızı bununla bağlı kitablar oxumaqla dəyişməyi sizə tövsiyə edirəm. Çünki kitablar daha çox bizə kömək eləyir və işlərinizi də sabaha saxlamamağı tövsiyə edirəm. Nə edirsinizsə, yəni bu gün ərzində edin. Təbii ki, vacib işləri, çox xırda işləri də digər vaxtlarda olar. Əla Aydan xanım, təbrik edirəm. Çox qəşəng idi. Sadəcə vaxtı idarə etməklə bağlı biraz problemimiz var. Əsas onun üzərində çalışın. Hər şey əladır. Süpersiz. Vaxtımız Çox sağ ol. çox azdır. Xədicə xanım, buyurun, siz də dinləyək. Sonra kimsə mən burada deyəsən yazdı ki, mən də PDF hazırlamışam, təqdim edə bilərəm. Siz mənə şəxsdə WhatsApp-da atarsınız, zəhmət olmasa. Xədicə xanım, buradasınız? Deyəsən Xədicə xanım yoxdur. Xədicə xanım. Tamam, Xədicə xanım yoxdur deyəsən. Mələkə xanım, siz istəyirsiniz ya da mənə WhatsApp-da deyil, Elcan bəyə göndərin. Elcan bəy ekran kaydı açır çünki o göstərir. Bizim Nihat... Aha. İlk öncə salam. Mənimki təqdimat içərisində, slayd içərisində deyil, sadəcə danışmaq üçün hazırlanmışdım. Yəni o cür prezentasiya deyil. Danışa bilsəm danışaram. Yəni təqdimat içərisində deyil. Tamam, Mələkə xanım, 5 dəqiqə vaxtınız var. Buyurun danışın. Prezentasiya haqqında 20.56-ya kimi bitirərsiniz, zəhmət olmasa. Yaxşı, çox sağ olun. Mən ilk öncə özümü təqdim edeyim. Mən Əsgərova Məlikə, psixologiya ixtisasında oxuyuram, 1-ci kursam. Mənim mövzum psixologiyada dağıdıcı fikirlərin insan orqanizminə təsiri mövzusundadır. Ümumiyyətlə, mənim axtarışıma görə insan gün ərzində, həyat şəraitində çoxlu fikirlərə məruz qalır, müəyyən hadisələr haqqında düşüncələr üzərində çalışır. Buna görə mən düşüncələri axtarışlara görə 2 yerə bölünür, dağıdıcı və yaradıcı düşüncələr. Yaradıcı düşüncələr biz bildiyimizə görə bizim həyat şəraitimizi gözəlləşdirən, bizim daha keyfiyyətli bir həyat şəraitimizi yaratmağımız üçün bizə kömək edən fikirlərimizdir. Dağıdıcı fikirlərimiz də əslində bəzən müsbət məqsəd daşısalar da bizim həyatımıza müəyyən dərəcədə mənfi təsir göstərə bilən fikirlərimizdir. Onu da qeyd edim ki, bizim bu fikirlərimiz məhz bizim fikirlərimiz, başqalarının deyil, bizim xəstəliklərimizi, şəxsi problemlərimizi yaradır və şüurumuzun özün daxilmə mexanizmini işə salması haqqında şüurumuza müəyyən dərəcədə siqnal verir. Bizim çoxumuz başdan dediyimiz, yaxud da ki, fikrimizdən keçirdiyimiz sözlərin həyatımızda nə dərəcədə böyük rola malik olduğunun fərqində deyilik. Ancaq haqlı olaraq düşünə bilərik ki, biz bir çox sözləri seçə bilmirik. Yəni, şüursuz şəkildə avtomatik olaraq ifadə edirik. Bəs necə biz öz həyat şəraitimizdə bu cür avtomatik fikirləri də idarə edə bilərik? Yəni, müəyyən dərəcədə istər-istəməz bütün sözlər bizim həyat şəraitimizə təsir etdiyinə görə bu avtomatik fikirlərin də idarə etməsinə kömək edə bilərik. Mən bununla bağlı belə bir texnika paylaşmaq istəyirəm ki, öz fərqindəliyimizin artırılması ilə bağlı. Məsələn, biz gündəlik həyat şəraitimizdə özümüzün detektivi ola bilərik. Yəni, bütün gün özümüzü bir başqa insan kimi kənardan izləyə bilərik ki, kiməsə necə münasibət bəsləyirik, dostlarımıza, hətta sevmədiyimiz insanlara qarşı nifrət, sevgi hisslərimizin idarə edilməsi ilə bağlı. Çünki bu bizim bütün həyat prosesimizdə həm bizim öz problemlərimizi həll etməyimizdə, həm insanlara qarşı münasibətlərimizin formalaşmasında effektiv texnika ola bilər. Mən bunu öz üzərimdə də məsələn qeyd edim ki, istifadə etmişəm. Hətta biz buna psixologiyada ilk təəssürat xətası deyirik. Bəzi insanlara hansısa bir xüsusiyyətlərinə görə yarğılamışam. Ancaq bu texnikanı işə salandan sonra, yəni özümə bir başqasının gözündən baxdığım zaman bəzi insanlara qarşı yanlış təəssürat formalaşdırdığımı düşünmüşəm. Hətta bəzi sevmədiyim insanları hətta sevməyə başlamışam bu texnika vasitəsilə. Belə bir qanun var təbiət qanunu olaraq ki, enerji
dəyişməz, yəni müxtəlif formada insanlara qayıdır. Yəni bunu bizim düşüncələrimizə necə tətbiq edim? Biz kiməsə qarşı məsələn qəzəb, nifrət dolu fikirlər bəsləyirik. Bu fikirləri qarşıdakı şəxsə yönəldirik, göndəririk. O şəxs də istər-istəməz bu fikirləri qəbul edir. Qəbul etdikdən sonra isə bu fikirləri istər-istəməz böyük bir problem şəklində bizə göndərir. Biz də qəbul edə bilmirik, depressiya, stres yaradır bizdə. Biz də qarşı tərəfə yenidən göndəririk. Bu döngü davamlı olaraq davam edir. Nə zaman desəz ki, nə zaman bu qırılır? Ya xəstəlik baş verir, ya da ölüm anında bu proses qırılır. Xəstəlik də niyə baş verir? Çünki artıq bədən xəstəlik gəldiyi zaman deyir ki, o düşüncələrə, dur artıq mən xəstələnmişəm, sənə tab gətirə bilməyəcəm. Bu zaman artıq düşüncə döngüsü durur və bizim həyat şəraitimizdə müəyyən pis hadisələr, pis situasiyalar formalaşır. Bu cür xəstəliklərimizin də qarşısını almaq üçün biz bilirik ki, bəzi xəstəliklər var ki, hətta tibbi müayinələri yoxdur, psixoloji cəhətdən problemləri ola bilər. Bu xəstəliklərin aradan qaldırılması üçün mən tövsiyə edə bilərəm ki, biz özümüzün detektivi olaq, öz problemlərimizə başqa bir insanların gözündən baxıb, başqa bir insanmış kimi kənardan baxıb idarə etməyə çalışaq. Dinlədiyiniz üçün təşəkkür edirəm. Əlasız, təbrik edirəm, çox qəşəng. Süpersiz. Biraz yəni danışıq əla 6 dəqiqə ərzində bunları çatdıra bilmək, verdiyiniz məlumatlar çox qəşəng, əhatəli idi. Mənim çox xoşuma gəldi. Biraz da öz üzərinizdə işləyin, hər şey daha əla olacaq. İndi Xədicə xanım, sizə keçək. Çox az vaxtınız qalıb. Bir şey demişdim. Sizcə mənfi hissələrim nələr idi? Nələri düzgün idarə edə bilmədim? Əslində sizə 10 dəqiqə deyil, 6 dəqiqə vaxt verilmişdi. O zaman həcmi ərzində də vaxtınızı yaxşı idarə elədiniz, təliminizi yaxşı keçdiniz. Yəni yaxşı danışdınız, öz sahəniz üzrə olan verdiyiniz məlumatlar yaxşı idi, seçdiyiniz motivasiya haqqında məlumatlar yaxşı idi. Müəyyən məlumatlar, yəni insanın diqqətini cəlb edəcək şəkildə formalaşdırılmışdı. Yəni əla idi. Yaxşı, xoşuma gəldi. Təşəkkür edirəm. Aha, hə, hətta 5 dəqiqə, bəli, 51, 56 dəqiqə, indi 57-ci dəqiqəmizdə 6 dəqiqə ərzində, yəni bu qədər qısa bir müddətdə qəşəng çatdırdınız. Təşəkkür. Buyurun, tamam Xədicə xanım, necə istəyirsiniz? O zaman bizim Nihat bəyin də bir hazırladığı prezentasiya var idi, sadəcə onu yazılı formada göndərib, chat hissəsində var və mən onu oxudum. O da xoşuma gəldi. Qısa olsa da, yəni əhatəli bir şəkildə yazılmışdı. Çalışsın ki, Nihat bəy çalışın ki, daha əhatəli məlumatlar verməyə çalışın. Auditoriya qarşısında çıxış edərkən mövzuya giriş hissəsində hansı məlumatlar verəcəksiniz, onları əsas özünüzdə plan eləyin. Hər cümlənin, hər abzasın planını qurmağa çalışın və hər mövzuya nə qədər vaxt sərf edəcəksiniz, onu da planlaşdırın və o plan üzərindən gedin. Hər şey əla olacaq. Əziz iştirakçılar, hər birinizi bu 4 həftəlik marafonda görməkdən çox məmnunluq duydum. Yaxşı ki, sizlərlə bir yerdə idik. Sizinlə aktiv bir marafonumuz oldu. Mənim üçün çox xoş oldu. Ümid edirəm ki, sizin üçün də xoş bir marafon olmuşdur. Mənə feedbacklərinizi yazmağı unutmayın. İstəyirsiniz, birazdan WhatsApp-da mənə feedbacklərinizi yazarsınız. Çünki bayaq da dediyim kimi, mənə görə ən önəmli punktlardan biridir feedback. Bir təlimçinin özündə olan mənfi nüansları düzəltməsi üçün kənar rəy ən önəmli şeydir. Ona görə də kənar rəyi almaqdan heç vaxt qorxmayın. İştirakçılardan, sizi izləyənlərdən, auditoriyadan mənfi nöqsanlarınızı deməyini istəyin. İstəyin ki, gələcəkdə o mənfi nöqsanlar sizdə hələ də qalmasın. Professional dövrünüzə baş vuranda artıq o nöqsanlarla baş vurmayasınız. Artıq özünüzü tamamilə gəlişdirmiş, inkişaf elətdirmiş bir təlimçi olasınız.
sevilən bir təlimçi olasınız və özü üzərində çalışan, özünü inkişaf etdirən bir təlimçi olasınız və məndən sizə məsləhət bir şəxsi inkişafla, motivasiya ilə, kvantum düşüncə uzmanı olaraq məndən sizə bir məsləhət, daim inkişaf edin, heç vaxt yanmayın, daim davam edin. Hər şey sizin üçün ən yaxşısı olacaq. Hər birinizi burada görmək mənim üçün çox xoş idi. Hələlik inşallah digər təlimlərdə sizlərlə yenidən görüşmək istəyirəm. Çox sağ olun məni izlədiyiniz üçün, burada olduğunuz üçün. Hələlik. Sağ olun, təşəkkür edirik. Sağ olun.